Sənə bir 5 saniyə vaxt verin. Göz gəzdir və özünlə dürüst ol. Bunların hansını bilirsən? Samadan başqa, bunu əminəm ki, çoxlarınız bilirsiniz. Bəs qalanlar hansını bilirsiniz? Stop verin videoya, şərh bölməsində yazın ki, hansıları bilirsiniz. Sonra geri dönüş edin, baxın görün, düz bilirsiniz, yoxsa səhv. Deməli, sam və yaxud sama, özüm, ya da ki, özün. Baxır vəziyyətə. Себя, özümü və yaxud özünü. С собой, özümlə və yaxud özü ilə. На себя, özümə. Bəzən özümə doğru da istifadə olunur. Bilsiz harada, hansı vəziyyətlərdə. O ki, qapıda yazırlar, mərkəzlərdə, mollarda və s. Özünə tərəf, özündən, onun Azərbaycan necə yazırdılar, yadımdan çıxdı. Bax, həmən qapılarda istifadə edəcəklər. На себя, от себя. Bax, bunları mütləq şəkildə o qapılarda görəcəksiniz. На себя, özünə doğru çəkirsən qapını, от себя, özündən geri çəkirsən. От себя, özündən. Bəzən hansı tip cümlələrdə istifadə edə bilər? Məsələn, o özündən uydurur, özündən çıxardır və s. və ilaxır. Для себя, özüm üçün və yaxud özün üçün. Burada mı ilə n, yəni yerini dəyişə bilər. Dediyim kimi, baxır vəziyyətə. Ради себя, özünə xatir. Özünə xatir. За себя, öz yerinə. Öz yerinə. Hansılar yenilik oldu sizin üçün? Əzizlərim, sizin yerinizə gündəlik cümlələr istifadə edirsiniz, amma rus dilində bilmirsiniz. Həmən o cümlələrin hamısı mənim bu kitabımda var. Yəni, bu kitabın sayəsində siz sərbəst B2 səviyyəsində danışa bilərsiniz. O deyir sizi, əsas mənə lazımdır ki, özümü vəziyyətdən çıxarda bilim, fikrimi çatdıra bilim, insanı başa düşüm, diyalog qura bilim. Bax, bu kitab tam sənlikdir. Ekranda gördüyün nömrəyə yaz, əldə et, inan ki, geri dönüş edib, nə yaxşı ki, video qarşıma çıxdı, bunu deyəcəksiniz.